Avropa Birliyi AB Komissiyası tərəfindən Apple və App Store siyasətinə görə tətbiq olunan 500 milyon avro, təxminən 570 milyon dollar cərimə beynəlxalq səviyyədə kəskin reaksiya doğurdu. Apple verdiyi qərarın ədalətsiz olduğunu iddia etdi. ABŞ rəhbərliyi isə bu sanksiyaları iqtisadi şantaj adlandırdı. Apple Avropa İttifaqının tətbiq etdiyi cərimədən qəzəbləndi. AB Komissiyası Apple-in rəqabət əleyhinə tətbiqinə görə cəzalandırıldığını açıqladı. İddiaya görə Apple tərtibatçılara öz proqramlarını yalnız App Store göyərtəsi vasitəsilə satmağa icazə verdi və tətbiq daxili alışlardan 15-30% komissiya aldı. Bu da inkişaf etdiricilərin istifadəçiləri öz veb saytlarına yönləndirərək müxtəlif ödəmə metodlarına təşviq etmələrini dayandırdı. Bu siyasətlər kiçik inkişaf etdiricilərin rəqabət qabiliyyətini azaldan süni maneələr kimi qəbul edildi. Komissiya Apple'in bu tətbiq etmələrdə bəzi dəyişikliklər etməsinə baxmayaraq üçüncü tərəf tətbiq mağazaları vasitəsilə paylayan inkişaf etdiricilərdən əsas texnologiya haqqı adlı bir quraşdırma üçün illik 0,50 avro ödəməyin problemli olduğunu söylədi. Xüsusilə pulsuz proqramlar yaradan müstəqil inkişaf etdiricilər üçün bu dəyərin davamlı olmadığı qeyd edildi.